Bütün borçlarını mən verəcəyim. Ancaq bir şərtim var. Gərək məhkəmədən qabaq yazılı razılığınızı verəsiniz. İstəyirəm şənbə qızım, gəlinim evində olsun. Gərək bu işi görməyəydiniz. Gedək qızım. Gedək ki, hamının gözü yoldadır. Sən əgər aşıq Ki məni əziyyət eləyəsən. ana olmağın Salam. Salam. Mən Əli Tehraniyəm. Canım. Canım azizim. Canım. Ey vay.
Təkdir. Çox təkdir. Elə bu ki, uşağını qəbul eləyib. Yaxşı olacaq. Məşə həbsxanaya, məhkəməyə düşəndən kiminləsə danışığını görməmişəm. Ancaq özü təklikdə özü ilə danışır. Baxın, gəliniz böyük bir əsəbi şokundadır. Heç asan bir iş olmadığını bilirəm, vəziyyətinizi başa düşürəm. Ancaq gəlininizin vəziyyəti heç yaxşı deyil. Vəziyyətinin daha da kəskinləşməsi ehtimalı var. Gərək ona kömək eləyəsiz. Yoxsa ola bilsin ki, onun üçün daha pis hadisələr baş versin. Niyə tək oturmusan? Tək deyiləm. Kiminlə danışırdın? Ver mənə, sən yorulmusan. Rahatam, sağ olun. Heç nəsə ananın uşağına məhəbbəti kimi olmaz. Heç nə. Hamid deyirdi, hər uşaq bir möcüzədir. Düz deyirdi. Hamidim həmişə düz deyirdi. Ancaq ana deyildi. Əgər olsaydı bilərdi ki, ana olmaq daha böyük möcüzədir. Ana olmalı olanda Allah möcüzə eləyir. Laylay deməli olanda, uşağının andı verməsi ananın canı olanda, kimsə gözə gətirməsin deyə onun üçün nəzər duası oxumalı olursan və min cürə başqa şeylərdə ancaq Allah bilir ki, nə qədər qəşəngdir. Hamid üçün darıxmamısınız. Məlumdur ki, darıxmışam. Olar bəyəm. Ancaq çarə nədir? Yəqin Allah onu çox istəyir. Ancaq indi daha mənim bu varımdır. Canımın canı, əzizim mənim, canım mənim. Ver məni aparım yuxarı. Ürəyinin döyüntüsü məni sakitləşdirir. Yaxşı. Bəs tez gəlin yuxarı. O soyuqlar. Salam doktor. Tehraniyəm. Ali Tehrani. Sağ olun. Kur'an qiraətçisi yeniyetmə Hamid Tehrani. Bismillahirrahmanirrahim. Amma yetesâelûn. Anin nebe'il azîm. Bilmirəm nə deyim, hacı. Danışmaq doğrudan da mənim üçün çətindir. Mən ancaq sizdən xahiş eləyirəm ki, icazə verin universitetə qayıtsın. Belə bəlkə həyata qayıtsın.
Ne bileyim, gene canlansın, ayak üstə qalxsın. Siz nə şərtdə qoysanız qəbul eləyirəm. Ancaq icazə verin qayıtsın. Belə əlin ağrıyar. Leyla, onun üçün uşaq daşıyan almalısan. Uşaq arabası, uşaq daşıyan. Sen uşağı almalıydın. Dedim birini görmüsən. Yadından çıxır. Nə deyim valla, özünüz daha yaxşı bilirsiniz. Xanım Şərifi bir müddət gəlmədi, kəsilib, semestrdən qaldı. Başına çox çətin şeylər gəldi. Hə, bilirəm. Mən də narahatam, yəni hamımız narahatıq. Bilmirəm onun üçün bir şey eləmək olar ya yox. Amma özünüz yaxşı bilirsiniz ki, universitetin özünün məxsus qaydaları İndi var. məsələ universitet deyil. Bu Leyla daha o tanıdığınız Leyla deyil. Leyla həmişə danışırdı. Heç bir şeyi içine tökmürdü. Hamid'in əksine. Amma indi bir divar düzəldib. Hamid kimi. Bunların hamısını düzəltdiyi bu divarın dalında saxlayın. Mən bu divarı tanıyıram. Bütün bunların arxasında bir şəkildə rahatlıq hiss eləyir. Hamid kimi. Olub Hamidin özü. Ancaq gücü çatmadığını bilirim. Tab gətirmir. O divar arxası adamı deyil. Hamidin əksine. Atacan, ver mən töküm. Bəs Leyla hanı? Çağırdım, dedi gəlmirəm. Necə yəni? Canı olmalıdır. Dedi uşağımın yanında olmaq istəyirəm. Yenə də Allaha şükür ki, uşağının yanında qalmaq istəyir. Ancaq daha həddən artıq uşağının yanında olmaq istəyir. Mamacan, niye dayı dostum beni Hamid'le oynamağa koymur? Yeməyini ye qızım. Yaxşı onun üçün yuxarı aparaydı Məhtəb. Məhtəb daha çox yorğundur. Bu müddətdə bütün işlər Məhtəbin boynundaydı. Daha əldən dildən düşüb. Yeməyini ye əzizim.
لا حول ولا قوة إلا بالله العلي العظيم. Yemədin ata? Meylim çekmir kızım. İnşallah düzələr. Bu kızın halı çok pistir. Gün be günde pisleşir. Biz ona kömək eləməliyik kızım. Mən əlimdən gələn hər nə işi əsirgəmirəm atacan. Ancaq Leyla özü də istəməlidir. O başa düşmür ki, xəstədir. Biz gərək ona kömək eləyək. Atacan, bəlkə pis olmaya köhnə dostların görsün. Evdən bayıra çıxsın, qədim dostlarını görsün. Bəlkə əhval-ruhiyyəsi dəyişdi. Dostları? Universitet dostları, qədim dostları, tələbə yoldaşları. Mama deyirdi, qabaqlarda bir dəfə Leylanı görməyə bura gəlmişdilər. Qardaşım sağ olanda. Ya Allah. Salam aleyküm. Ay can atam geldi. Güzel kızım. Aleyküm selam. Necəsən acığa? Yorulmayasan. Salam. Sağ ol kızım. Salam Məhtəbcan. Anana kömək edirsən, hə? Aferin, aferin. Otur, sənin üçün yemək gətir. Əllərin ağrımasın. Nə xəbər? La ilahe illallah. Bugün nə elədin? Salam cənab sənədi. Bağışlayın vaxtsa sizi narahat elədim. Sağ olun. Bir xahişim var idi. İstəyirdim görüm. Siz gəlinim, Leylanın dostlarından birinin telefon nömrəsini mənim üçün tapa bilərsiniz. Fərqi yoxdur. Əgər onlar olsa ki, daha çox bir yerdə gəqqəlləri vardı, daha yaxşıdır. Sağ olun. Məhtəb, məsələ nədir? Leylanın dostlarının telefon nömrəsini axtarır. Allah xeyrə cəlasın. Leylanın dostları nə üçün? Leyla üçün nigarandır. Nigarançılığı yoxdur ki. Halı yaxşıdır. Elə danışırsan ki, elə bil Leylanın vəziyyətini görmürsən. Elə çünki vəziyyətini bilirəm, deyirəm halı yaxşıdır. Sən nə qədər sadəsən Məhtəb. Hər şey, bunlar hamısı onun filmidir. Sən niyə bu qədər bədbinsən? Bunun adı bədbinlik deyil, diqqətli olmaqdır. Sən də əgər gözlərini açsan görərsən. Hər şey, bu adam 7-8 aydır uşağına bir baxmayıb belə. Elə bil heç uşağı yoxdur, bir dəfə adını çəkməyib. Bəs nə oldu ki, biz öz çekini qohum əqrəbalarının 7 arxadan dönəninin çekini ödədik, yadına düşdü uşağı var. Analıq hissi də uyandı. Halı da ki, yaxşılaşdı. Halı ki, yaxşı deyil. Mən özüm həkimlə danışdım. Axı niyə heç kəs soruşmur ki, niyə əmin dalda dayanıb? Hə? Bunlar ortaq deyirdilər bəyəm. Həm oğlu hardadır ki, onun əsla məsələsi lap gülməlidir. O niyə gizlənib? Şirkət ikisinin də deyildi bəyəm. Əmisi arvadı. Əmisi qızının əri ölüb, biri bunları soruşmadı. Onunki 4-5 gün qabaq onlar üçün ürəyi əsildi. Möhsün? Möhsünü yoxdur əzizim. Hamısında bu ortadadır. Borc ki ortaya gəldi, hamısı qeybə çəkildi. Niyə? Çünki bildilər ki, Hacəli sadədir. Allah bərəkət versin, hesablarıdakı pulla doludur. Çek yazıb borçları ödəyəcək. Əgər hacıdan pul qopartmaq istəyirdilər, ki qopartdılar. İndi də həm naxırdan yerlər, həm axırdan. Nuş olsun onlara. Bəsdir Möhsün.
Məhtəb can, Bəli, uşağın şeylərini hazırla. Neçə gündür çimdirməmişik. yaxşı. Necə yəni ki, xəbərin yoxdur? Mən də harda olduğunu bilmək istəyirəm, ancaq xəbərim yoxdur. Deyirlər gizlənib. Yəni siz gizlətmisiniz. Mən niyə bu işi görməliyəm? O mənim oğlumdur. Sən hər kəsdən yaxşı bilirsən ki, mən nə qədər ona Mən bağlıyam. bilmirəm, əmi. Tapın. Deyin qayıtsın. Qayıtsın, Hacəlinin pulunu ödəsin. Onun Hacəli ilə heç bir hesab kitabı yox. Bizim borcumuzu verən Hacəli idi. Mən heç kəsin minnətinin altında qalmaq istəmirəm. Dünyanın sonu deyil ki. Bütün hesab kitabları ona verəcəyim. Dedim, heç kəsin minnəti altında qalmaq istəmirəm. Nə Hacəlinin, nə sizin. Canım. Kimsə sənə nəsə deyib? Sənləyəm, Leyla. Heç kəsin mənimlə iş olmasını istəmirəm. Əgər təzədən həbsxanaya qayıtmalı olsam, qayıdaram. Ancaq tənə kinayə eşitmək istəmirəm. Canım. Mənsur nə qədər oğlan istəyirdi? Həmişə bir oğlu olmağını istəyirdi. İndi olsaydı ona vurulardı. Onu qucaqlaya bilərəm. Sənə oxşayır. Uşaqlığın kimi. Sən uşaq olanda Mənsur saçlarını oğlan sayağı kəsdi. O qədər ki, oğlan istəyirdi. Özünə görə, sənə görə. Buna görə də Məsudu istəyirdi. Ona görə də sənin Məsudla... Canım. 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 Bəlkə ona görə də həmişə təkidim. Atam, anam heç vaxt məni görməyiblər. Hamınız Məsudu istəmisiniz. Hamınız. İndi daha nə anam var, nə atam, nə Məsud. Özüməm, ancaq özüm. Amma uşağımın mənim kimi böyüməsini istəmirəm. Məsud kimi böyüməsini istəmirəm. İstəyirəm kişi kimi böyüsün. Atası kimi. Hamid kimi. Məsuda deyin qayıtsın. Qayıdıb elədiyi işin üstündə dursun. Kişi kimi. Hamid kimi. Bu kişinin görəcəyi bir işdir. Başqalarını qınamaq asan işdir. Sən də həmişə ən asan işi seçmirsən. Özündən müğayət ol. Xüsusilə indiki tək qalmısan. Həmişəkindən daha tək. Alo. Alo, Salam Hacı ağa. salam. Onvanı sizin üçün göndərdim. İsmaracını aldın. Səni görməyə gəlirəm. Bəs görüşərik.
Yaxşı. Sağ ol. Salam. Salam. Siz Atifə xanımsınız? Bəli, özüməm. Otur kızım, otur. Yaxşı eləyib gəldin. Bağışlayın əgər gecikdim. Bura gəlmək istədim, çünki həmişə burada yığışırdıq. Düzdür, mən sizə deməmişdən qabaq da siz özünüz bilirdiniz biz burada yığışırdıq. Bilirəm. Mənimlə Leyla bir qaynatayla gəlin deyilik ancaq. Leyla'nın mənlə gizlin heç nə yoxdur. Daha Leyla'dan sonra çox bir yerə yığışmadıq. Əgər gəldiksə də qabaqki əhval-ruhiyyədə deyildik. Hayf ki dostluqlar sana çatır. Elə birinci dəfə Leyla'nın özü buranı tapdı. Deyirdi, sakitdir, rahatdır. Yeri yaxşıdır. Təzədən gəlməlidir. Təzədən tapmalıdır. O sakit olan yeri. Keçmişdəki kimi. Leyla'nın ürəyi çox da bizimlə olmaq istəmir. Hamımızdan kəsib. O Hamidlə evlənəndən sonra daha qabaqki kimi bizi axtarmır. Kəsməməlisiniz. Siz kəsməməlisiniz. Kəsməməlisiniz. O günlərdən çox keçib. Bəlkə sizin üçün çox olmazsan ancaq Leyla və bizim üçün çox uzundur. Çoxdur. Çətindir. Mən sizdən istəyirəm ki, kəsməyəsiz, yəni tənha qoymayın. Onunla dostluq edin. Leyla daha o qabaqki adam deyil. Özünüz demişkən o vaxtdan çox keçib. Leyla da çox dəyişib. Elə buna görə də sizin ətəyinizdən yapışmışam. İstəyirəm yaşayışına qayıtsın. Şadlığına qayıtsın. Özünə görə, uşağına görə. Hamidin uşağının qəm mirası olmasını istəmirəm. Bizim əlimizdən nə gəlir Hacı ağa? Cavanlıq eləyim. Bilirsən, bir gün Leyla'ya dedim ki, sen kızım kimisən, Məhtab kimisən. Məhtab düzdür yastadır, qəmi var, əyninə qara geyib. Deyirlər ölünün torpağı soyuqdur. Amma mənimlə anasının
heç vaxt yadımızdan çıxmayacaq. Məhtabın axır ki, kimi kimsəsi var, əri var, atası var, anası var, bir uşağı da var, indi böyüyüb. Ancaq Leylanın heç kəsi yoxdur. Kimi kimsəsi yoxdur. Ancaq bir yazıq uşaqdan sonra. Siz cavansınız. Cavanlığınızı eləməlisiniz. Bəlkə sizin cavanlıq eləməyinizi sizi başa düşməyim ya heç istəməyim. Ancaq siz cavanlıq eləməlisiniz. Şadlıq eləməlisiniz, yaşamalısınız. Leyla da sizin kimidir. Siz də Məhtab kimi. Hamınız cavansınız. Mən onlara dedim gəlsinlər. Biz həmişə bir yerdə olmuşuq. Salam əci. Salam. Salam əci. Salam. Buyurun. Axı mama, sən hara getdiyini bilmirsən ki. Deyirsən nə eləyim? Narahatlıqdan ölürəm. Oturum evdə. Hələ bir şey olmayıb ki. Uşağı ilə bayra gedib. Hara məsələn? Niyə telefona cavab vermir? Əgər başına bir iş gəlsə necə? Uşağı nə üçün? Hara getmişdi səhərdən indiyəcən? Ürəyimə min cür fikir gəlib. Niyə telefona cavab vermirdin? Səninləyəm. Leyla. Niyə danışmırsan? Deyirəm, hardaydın? Uşağı tək başına qoltuğuna vurub hara durub getmisən? Tək deyildim. Hamid də mənimlə idi. Leyla, qurtaracaqsan ya yox? Niyə ürəyimizi, ciyərimizi qan elirsən? Bu kişini bədbəxt eləmişsən. Hamidin ölümü bəs deyildi. Sən bu kişini qocaltdın. Bəsdir də. Mənim heç kəsdə işim yoxdur. Sizin də mənimlə işiniz olmasın. Heç birinizin. İstəyirəm tənha olun. Əgər mənim təhliyim sizi incidirsə, qalmaram. Gedərəm. Biz hamımız narahatıq. Bəlkə bir vaxtlar yaramazlıqlar eləmişik, ona görə də həm xəcalətliyik, həm narahat. Amma bu o vaxtlar idi ki, Hamidi yaxşı tanımırdıq. Leyla da yaxşı tanımırdı. Nə bilim, bəlkə biz də Leylanı yaxşı tanımırdıq. Ancaq indi narahatıq, çox da narahatıq. Ona görə də sizin üçün hər şey eləməyə hazırıq. Mən Allah'tan aldığım bütün ömrümdə 100 cür ləkə, 1000 cür kədər üstümdədir. Ancaq Leyla gül kimidir. Mələkdir. Leyla xanım qrupumuzun başıydı. Narahatlığı bizim də narahatlığımızdı. Ürəyi ki sındı, hamımızın ürəyi sındı, həci. Evim olub yaz xanam. Biz daha o keçmiş adamlar deyilik. Nə mən, nə arvadım. Ancaq Leyla qalır. Mən ona baxan vaxt bütün varlığı sevgi idi, şadlıq idi. Ancaq indi bütün varlığı qəmdir, qüssədir. Bilirik hacı. Əminəm ki, indi dünyanın bütün qəm qüssəsi ürəyindədir. Əlbəttə o bizim aramızda Nika ilə daha yaxındı. Yəni bir cür yaxın dostuydu. Bəs niyə indi gəlməyib? Hardadır indi? Zəng elədim hacı, cavab vermədi. Mən də ona dedim.
Gəlmədi. Niyə? Köhnə bir incikliyi var. Mən həll eləyərəm. Lazım olsa mən özüm gedib ona Elə yalvarırım. deməyin Hacı ağa. Mən Ahmetimi torpağa verəndə özüm qəbrə qoydum. Qəbirdən bayıra çıxanda bütün bağlılıqlarımı orada qoymuşam. Həyatımda daha mənim üçün heç nə mühüm deyil. Heç bir mühüm şeyim yoxdur. Əgər ömrümdən ancaq bir gün qalmış olsa ki bir iş görüm, ancaq Leyladır. Əgər eləyə bilməsəm görəm, elə indi düşüb ölsəm, əlim qəbirdən bayırda qalacaq. Bilmirəm, biz bir-birimizin dilini başa düşürük ya düşmürük. Bəlkə mən sizin dilinizcə danışa bilmirəm. Bizim təqsirimizdir ki, ancaq həmişə uzaqdan dayanıb bir-birimizə baxmışıq. Heç vaxt ürəyimizi, dilimizi bir eləmədik. Baxışımızı bir eləmədik. Eləcə uzaqdan dayanıb bir-birimiz haqqında danışdıq. Biz sizə dedik, dingil-mingil. Siz də yəqin bizə geri qalmış dediniz. Sözümün laf axırı budur. Leyla'nın bütün kimi kimsəsi ölüb. Mən daha ürəyinin də ölməsini istəmirəm. Elə bu. Salam. Salam. Məhtəb yoxdur. Göndərdim getsin evinə. Özünü ərini avara eləmişik. 2 gün sonra durub gələcək. Leyla'nın otağının işığı niyə sönükdür? Yəqin yatıb. Bir şey olub Şərifə. Onunla kəskin danışdım. Xəbərsiz durub gedib bayıra. Əmisinin evinə. Əmisinin evinə? Nasırın? Nigaran idim. Nigaran özü üçün, nigaran uşağı üçün. Sən ki vəziyyətini bilirsən Şərifə, biraz onu nəzərə al. Bəs kim məni nəzərə alır? Kim Məhtabı nəzərə alır? Onun vəziyyəti fərqlidir. Niyə? Ancaq ona görə ki, zəif adamlar kimi bir küncdə büzüşüb oturub gözləyiri qalanları gəlib ona ürək yandırıb kömək eləsin? Bəli. Qoy sönük qalsın ata.
Mən hər şeyi qapının arxasında qoyub gəlirəm evə. Bu həvəs ilə ki, qızım mənim yanımda olsun. Mənim yanımda, Şərifənin yanında. Nə ki otağında qaranlıqda otursun. Belə heç olmasa sizə daha az əzab verirəm. Bir gün elə burada bu otaqda Hamidə dedim. Bu qadın bir anadır. Hər nə qədər də güclü və ciddi olsa da yenə də anadır. İndidəki daha qabaqından çox narahat və nigarandır. Səndən nigarandır. İndi də ürəyi olub bir sınıq şüşə kimi. Bilirəm. Hamısı da mənim günahımdır. İndi sən özün də bir anasan. Mən nə öz ana olmağımı başa düşürəm, nə analığın mənasını. Bu nə sözdür deyirsən qızım? Özünü çox incidirsən qızım. Özümə gözgüdə baxanda birini görürəm ki, bütün bu bədbəxtliklər və acıların səbəbkarıdır. Hamid, anam, atam. İndi də ki olmuşam sənin və Şərifə ananın gözdağı. Daha bundan artıq bu yaşayışa od vurmaq istəmirəm. Ancaq mən də yorulmuşam ata. Daha bu sözləri demə qızım. Biz hamımız bir ailəyik. Ha, həyatdır da. Bir gün daha yaxşıdır, bir gün daha pis. Mənim üçün hamısı pistir. Bilirsən qızım, bir bu məsum uşağa bax. Görürsən, hamısı da pis deyil. Leyla, qızım, mən sənə yaxşı bir həyat borcluyam. Mənim üçün birinə borclu olmaq hər şeydən pisdir. Gəl mənə kömək elə. Qoyma ki, özümə borclu qalam.
Salam. Salam. Mən Əli Tehraniyəm. Siz Bəli, sizi tanıyıram. Yaxşısınız? pis vaxtda sizi narahat elədim, bağışlayın. Yox, yox. Bizim bir ailə yığıncağımız var. Dostlarımızdan bir neçəsidir. Buyurun yuxarı. Çox sağ olun. Mən bura gəlmişəm ki, sizinlə danışam. Leyla haqqında. Hacı ağa, Leyla öz yolunu tutub getdi, mən də öz yolumu. İndi də ki, hər kəs öz yaşayışındadır. Bu inciklikdə kimin müqəssir olduğunu bilmirəm. Ancaq mən sizdən xahiş eləyirəm ki, siz güzəştə gedin. Bu Leyla daha o Leyla deyil. Sonra da ki, özü istənməyən yerdə biz niyə özümüzü yuyulmamış qaşıq eləyək? Fikirləşin ki, bir ata qızından xahiş eləyir ki, öz uşağı üçün bir şey eləsin. Hörmətiniz yerində Hacı ağa, ancaq məndən istəməyin. Bağışlayın, mənim qonağım var. Əgər icazə versəz, mən gedim. Əgər biz bir-birimizin ətini də yesək, sümüyümüzü atmarıq. Bu nə sözdür ki deyirsən? Səhərdən axşamacan Məhtəbin işi Leyla xanım da uşağına baxmaqdır. Qəbil elədilər məni. İstəmirəm Leylanın yan yörəsində fırlanasın. Daha həddini aşırırsan. Toy tutub öz üçün. Utanmırsınız? Niyə vurmadınız ağzından? Utan, bu necə danışmaq tərzidir? Nədir səni təhqir elədilər, bəs olmadı? Bu evin böyüyü yoxdur bəyəm. ای که عمری در هوایت نشستم زیر بارانها کجایی اگر مجنون اگر لیلا قریبم در بیابانها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه آهوها که در چشمان لیلا نیست اگر گم کردن خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کن کجایی ای که عمری در هوایت نشستم زیر بارانها کجایی